Salam değerli izləyicilər. Quba yolunda Xaçmaza çatmamış Laman kəndi var. Magistral yola 2 kilometr məsafədə hazır biznes satılır. 3 hektardır, 3 hektar. Sənət kupça, burada mal, heyvan. Çox 100 metr eni, 300 metr uzunu da belə deyək, 3 hektar. Mal, heyvan saxlamaq üçün çayın qırağı, özünün şəxsi bulaq suyu var. Yəni hər bir şəraiti var. Qazı, suyu, işığı, hər bir şəraiti var. İndi çəkəcəm, göstərəcəm. Hazır biznesdir, evdir. Hal-hazırda yaşayış var. Bura evin navesidir. Onlar hardasa. Böyle evin qabağı 3 sot olar naves. Ayaq yolusu, hamamı ayrı-ayrı. Bura ayaq yolusudur. Hamamıdır, tam təmirli. Hazır yaşayışlı. Bax, buradan göstərim sizə həyətini. İndi geçib evin arxasından da çəkəcəm. İtə kimi var burada, baxın. Qəşəng geniş. Fındıq bağı, yarısı fındıq bağıdır, hazır. Evdə 4 otaqlı evdir. Yaşayışlı 4 otaq. Hər bir şəraiti var. Qiymət də razılaşmaq olar da, real alıcı olsa 110 bin manat deyilir, 110 bin. Bu nə də? Torpaq qiymətinə. Bütün meyvə ağaçları var. Bütün meyvə ağaçları var. Buradan bu bağın sonuna kimi 300 metrdir hardasa. Hələ sənətlə çox olar. Sənət kupcadır, kupca. Çıxarış. Tikinti təyinatlı kupca. Burada nə istəsən elə. Baxın, gördüyünüz kimi bütün meyvə ağaçları var. Demək, hektar yarımı fındıq bağıdır. Hektar yarımı fındıq bağıdır. Hal-hazırda da bu il yığıblar da fındıq. Ağaçlar təzə əkiblər, amma bu il yığıblar. $110 bin manat. Bura mətbəxi evin. Bura qonaq otağıdır. 2 dənə də yataq otağı. Bir dənə də otaq çöldədir. Orada adam olduğuna görə çəkmirəm. Burada bir otaq. Burada bir otaq. Burada bir yataq otağı. Qiyməti də dediyim kimə maraqlı olsa əlaqə nömrəsi də səhifədə var. Kim alsa Allah xeyir versin.